Hə, indi sualım. Bir dənə liseye uşaqla sakit qala. Liseye bir sual verəcəm. Cavab versən əyləşəsən lisə, yaxşı? Verməsən burada duracaqsan dərsin daxilində kimi. Lövhəni silək, bir dənə zəhmət olmasa. Acil testisi, hətta silək. Qorxma. Kavalent rabitədə. İndi liseye yol verək, lisə görək biliklərini göstərsin bizə. Yaz azotla hidrogen. Azot, 7 dənə elektron, altdan da hidrogen, 1 dənə elektron, aç ikisində lisə. Lisə yazılmasa sizdən soruşacağım. Keski. Aha, hidrogen də aç. Aha, indi azotun şəkillərini, hər ikisinin şəkillərini göstər lisə. Bəli, axırıncı təbəqəni. Elə üstündə göstər. Bax, keskin üstündən kubunu çək. Aha. 2 peyçsədə. Aha. Qızlar səs var ha, nə olub yine? Hidrogen müsbət bir. Aha, indi azotun ətrafının düz nöqtələrini. Aha. Əslində bu dəfə Aygül'ün dediyinə məsləhətinə qulaq asaq, hər tərəfinə birini çək. İndi hidrogende də bir dənədir də. İndi o hidrogenin bir dənəsindən azot arasında rabitə yarat. Yarattın da? Hə, yarattın. İndi qulaq asaq. Səs var. Tamamlanmır. Bunun artıq deməli əlavə 2 dənə də hidrogenə birləşməyə ehtiyacı var. İndi o tərəflərdən də hidrogen çək. Aşağı. Aygül göstər bir dənə. Yox, göstər Aygül. Bu mövzunun davamı da ona görə bilmirsən isə öyrənəsən deyə bura çıxartmışam. Aysa, olacaq NH3. Başa düşdünüz? Yaxşı, isə əyləş. Bunu qeyd elə özə tez. Və Zəhra da yuxarıdan. Gəl Zəhra lövhəyə. Yazırsan karbonla hidrogen. İsə tez çək bu NH3-ü, yaxşı? Bəli, bəldə var, çəkdim. Çəkdim. Zəhra cavab verəməsə Aygül deyəcək. Karbonla hidrogen. İsə əldən iti. Aha. İndi kublarla karbon da hidrogen də çək. Görək Aygül'ün yadındadır. 2P içində çək. 1, 2. Aha. İndi bax, bu karbonun normalda neçə təki var, Nisə? Bax, neçə təki var qızlar? 2 dənə elə Aygül. Yumrula o 2 dənəni göstər, Nisə görsün. Aha, amma uşaqlar, biz gələcəkdə öyrənəcək ki, sadəcə olaraq sizdə də hal-hazırda açıqlama verməyiblər, əzbər formada veriblər. İşarələyəcəm, əzbərləyəcəksən onları Nisə. Amma açıqlaması budur ki, gələcək mövzularımızda öyrənəsiniz. Burada bir həyəcanlanma halı olur. Həyəcanlanma halında da izah eləsin Aygül. Nə baş verir? Yəni karbon elə bir hidrogeni görəndə həyəcanlanır. 2S2-dəkinin biri göstər şəkil, oxla göstər. Göstər. Aha. İndi bunu yapıyorsan burada yazıyorum. Yox, bir dənə Zəhra davamını de görüm. Ben burada 2 elektron var, bu bir heyəcan. Ay, sağ ol. Aydındır. İndi təzə şəkli çək kublarla. Ay, sağ ol. Karbonun belə bir xüsusiyyəti var, yaxşı? Başa düşürsən Zəhra? Karbonda hələ ki öyrən. Əslində bir neçə elementdə də var. Amma gələcəyin mövzusudur, yaxşı? Siz bana test atmışdınız yemək işləri. Onda tapşırıqda da var idi. Var idi. Aha. Ben burada hidrojen bir. Yani Hidrogen isə bir dənədir, hə? ona görə bak burada her tarafında hidrojen. Hidrogen. Bunu ben haradası gördüm. İlk ben bunu gördüm. Bu hansı maddədir, aynısı? Adı nədir? Ben demedim. De. Metan qazıdır. İndi yaxşı, birini də Zəhra sən CO2 üçün çəkəcəksən. C yaz, O yaz. Bu da bir xüsusi daha yaxşı CO2-də də.
Buna çox diqqətlə baxırsan, Zəhra qulaq as. Sonra göstərəsən. İndi C-ni yenə kublarla göstər, Zəhra. Hə. İstəyirsən, onda bütün ora balaca sək görünsün. Ay, sağ ol. Həyəcanlanmış halını da qabağından yazasın. Yoxsa nətər yazdın? Baxım görüm. İndi qabağından bir həyəcanlanmış halını yaz. Ox qoy qabağına. Hə, ox qoy oradan. Nisə başa düşürsən nə deyirəm? Həyəcanlandı. Biri gedir, orada boş. Ay, sağ ol, ay, sağ ol. Bir. Aha. Oksigen içində çək. Çox diqqətlə baxaq burada nə baş verəcəyinə. Aha. Oksigen neçə təki var, Nisə? Ha, içidən. İçdən yumrula belə içinə Aygül. Karbon amma neçə tək oldu? Hanı? 4 dənə. Yumrula 4 dənəni. Aha. İndi karbon yaz, bir də oksigen yaz. Karbonun 4 dənə ətrafına nöqtəsini qoy. 4 dənə təkini. Aha. İndi səncə, bax, məntiqini işə salırsa, Zəhra, və digər qızlar, Zeynəb yatma. Bax, karbon 4 təki var, oksigen 2 təki var. Onda karbon neçədən oksigen ehtiyacı olar? 4 dənə. Bax, karbonun 4 dənə təki var. Oksigen 2 dənə təki var. Onda karbonun neçədən oksigen ehtiyacı olar? 2 dənə elə. Sağına soluna oksigen yaz karbonun. Bax. 2 dənə oksigen, 2 dənə boşu var, elə. Denə. Mən burada indi özünü tamamlayam. Bax, hələ ora keçmə. Karbon neçədən təki var? Mən yox, heç mənə düşdü bir şey soruşacaqdım. Buyur. Mən baxın, bu indi baxın bunun öz 2 dənə elementidirsə, bu hələ bunun indeksi yazılmır, yalnız artırılan indeksi yazılır belə. Hə, CO2. Aysa, çünki C-yə bir dənə 2 dənə O birləşib də. Bax, yenə o hissələri bir də üstündən keçək. Karbon neçə tək oldu? 4 dənə. 4 dənə. Oksigen neçə tək oldu? 2 dənə. Karbon onda neçə dənə oksigenə ehtiyacı olar? 2 dənə. 2 dənə. Çünki hər oksigen 2 dənə 2 dəfə üçün 4 eləyir, elə? İndi nöqtələrlə də göstərsən, oksigen ətrafındakı digər nöqtələri düz qoş elə. Oksigen ətrafına başqa nə nöqtələri çəkərəm, Aygül? Oksigen ətrafına başqa nə nöqtələr çəkməliyəm? Axırıncı təbəqəsində nələri var idi oksigenin? Şunları tək var. Cütlərini də çək də şəkil olaraq. Göstər Aygül, çək. Bax, 2 dənə cüt oradaydı. 2 dənə də cüt orada, hə. Elə deyilmisə? 2S2, 2P o hissələrini çəkdin də. İndi oksigenin ümumilikdə neçə dənə nöqtəsi oldu? Zəhra, get göstər. Aha. 5, 6, 6. 6, o birisilər də var axı. Hə, biçsi. 7 sən. İndi o belə yumrula, Zəhra. Aha, o biri oksigen içində nöqtələrini düz. Başa düşürsünüz? Yumrularını göstər. Hərəsi 8 dənə. Aha. Bəs karbonda? Karbonda ümumi götürürük. Karbonda nə qədər olacaq? Aygül, karbonda nə qədər olar? Get ora. Karbonun yumruğuna göstər. Karbon çevrəsində neçə rabitə var? Neçə nöqtə qoyubsan karbona? Mən 4 dənə. 4 dənə. Mən belə olacaq. Bütün, ay sağ olsun. Göstər. Yox. Mən belə